Salam, vaxtınız xeyir olsun. Xoş gördük sizi. Mən Kurikulum Hazırlıq Mərkəzinin rəhbəri və təlimçisi Aytəkin Rəsulova. Bu gün öz müdavimlərimə yekun sınaq bir adı altında göndərdiyim və açması isə hər zaman deyirəm ki, kurikulumdan qəbula düşmə ehtimalı yüksək olan testlərin birincisidir və bundan sonra artıq tayinlə hissə testləri bu formada seçib qruplaşdıracağam. Hansı ki, özümüzün en qədər sınaqlarımızdan başqa tayin sınaqları üzərində də özümüzü daha da formalaşdırmaq üçün və bunlar bir çox istəyə uyğun gözəl suallardır deyə, hansı ki, qəbul da tayimdən sual düşdüyü üçün mən məsləhət görürəm ki, tayin testini bir dəfə işləyək və həmçinin də ki, özüm qısa-qısa testlər yığıram ki, qəbula hansı sualların düşmə ehtimalı daha yüksəkdir. Mən bura yazdığım birinci testdə ən çox düşmə ehtimalı olan sualları salmışam. Bilirsiniz ki, mütləq kurikulumdan taksonomiya, inteqrasiya, bunlara aid mütləq sual düşür. Elə qəbulda da bizim birinci sualımız çox vaxt inteqrasiyaya aid olur. Qəbul dediyim isə həm də həm də sertifikasiyaya aiddir. Başlayalım indi sizdən birinci sualımızdan. Birinci sualımızda deyilir ki, deyir müəllim şagirdlər, müəllim şagirdlərə Azərbaycanın təbii bölgələri haqqında mətni oxumağı, işlənmiş terminlərin mənasını izah eləməyi və mətndəki məlumatlar əsasında bölgələrin birini təsvir edən esse yazmağı tapşırır. Deməli, burada bizim təbii bölgələrimiz, bölgə bizə hara keçirilir? Coğrafiya dərsində keçirilir. Amma şagird esse yazmağı tapşırırsa, esse isə bizim ana dili fənninə aiddir. Ona görə burada mütləq fənarası inteqrasiya var. Fənarası inteqrasiya biz bunu gördüksə, elə o dəqiqə A-nı, B-ni, D-ni çıxırıq. Bir də baxaq görək, fəndaxilin hansı var? Fəndaxili isə həmişə müdafilərimə deyirəm ki, fəndaxilin inteqrasiyanı ən çox öz fənninizin məzmun xəttini mükəmməl bildiyi zaman tapa bilərsiniz. Yəni bunu mən səhv eləsəm, onu göstərir ki, mən ana dili müəlliməsi deyiləm, amma mən yenə də bunu baxan kimi görürəm. Amma hamı öz fənninin məzmun xəttini mükəmməl bilməlidir. Məsələn, bu sualı coğrafiyaçılar, biologiyaçılar, kim nəsə səhv etsə problem yoxdur. Fən daxilini görməsələr. Çünki onların öz fənni ilə bağlı deyil. Amma bu sualı ibtidaiyəyə verənlər səhv eləsə, artıq böyük bir günah sayılır. Günah deyil, elə günah kimi bir şeydir. Başlayaq indi burada. Baxın, burada həm müəllim uşaqlara mətni mənası uşağa deyir ki, həm orada oxu, həm də yaz. Oxu və yazı bizdə ana dilinin məzmun xəttlərindən ayrı-ayrı məzmun xəttləridir. Oxu bir yazıdır, oxu bir məzmun xəttidir, yazı bir məzmun xəttidir. İki məzmun xətti varsa, bu da bizim fən daxili inteqrasiyaya aid olur. Hansı ki, ana dilinin məzmun xəttləri arasında olan inteqrasiyadır. Cavabımız oldu C bəndi. 3C-dir. Dördüncü sualımızda isə deyir ki, şagirdlər məktəbdə plastik tullantıların artmasını müşahidə edirlər. Plastik tullantıların artmasını müşahidə edirlər. Onlar məsələyə hər kəsin diqqətini çəkməklə müşahidə eləmək istəyirlər. Deyir, onlar məsələyə hər kəsin diqqətini çəkməklə həll eləmək istəyirlər. Və dəyişiklik səndən başlayır. Divizi altında maarifləndirici çıxış mətni hazırlayırlar. Plastik tullantıdır. Mətn hazırlayıb şagirdlər. Mətndir, plastik tullantıdır bizdə təbiət fənnindən artıq mətn hazırlayıb şagirdlər. Ana dili fənninə aid olandır, düzdür? Gedin də burada hər iki fənnimiz üçün ki, çıxış mətni hazırlayıb şagirdlər. Həmçindəki şagirdlər burada deməli deyir ki, elə elmi faktlar, insan davranışını dəyişməyə təşviq edən təsirli ifadələrdən istifadə edirlər. Bunu məktəb adresine təqdim edirlər. Artıq şagirdlər bunu təqdim ediblər harasa. Artıq 45 dəqiqə dərsdən çıxılıb. Burada fən arası da var, fən üstü də var. Baxın kimi görürük ki, fən üstü də var, fən arası da var. Fən üstü, fən arası. Cavabımız indi B-dir, Y-dir? Ay müəllim, cavabımız hansıdır? Yenə deyirəm. Bir də bizim özümüzün fənnimizin məzmun xətti olmalıdır. Bax, burada yenə həm şagirdlər mətn hazırlayıblar, həm də şagirdlər bunu auditoriyaya təqdim edirlər. Artıq bunu danışırlar şagirdlər həm də. Aydındır? Yenə burada bizim ikinci məzmun xəttimiz var deyə fən daxili inteqrasiyaya aid olur. Həmçindəki ana dilindən başqa. Burada şagird nəysə müşahidə eləyib, dalına yenə ona aid nəysə bir şey yazıb. Bu da həm də təbiət fənninin məzmun xəttləri arasında inteqrasiya var. İki fənnin ikisinin də məzmun xəttləri arasında inteqrasiya var deyə elə cavabımız olacaq həm də avtomatik fən daxili inteqrasiya. Çünki ancaq hazırlıqla qalmayıb, həm də bunu təqdim edibdir. Ancaq müşahidə etməkdən qalmayıb, həm də bunu yazıb. Aydındır? Həm də auditoriyaya çıxış edib, danışıb da bunu artıq. Ona görə hər iki fənnin məzmun xətti var deyə fən daxili də oldu. Dəstə sonra olub deyə artıq təqdim eləmək var deyə fən üstü də oldu. Fən arası da oldu. Cavabımız 3C, 4Y olmuşdu. Cavabımız oldu Y bəndi. Növbəti sualımızda, bax, yenə deyirəm, ən çox düşmə ehtimalı olan, üzrlü sayın, sualları salmışam. Burada deyir ki, metaqoqnitiv bacarıqlar haqqında deyilənlərdən hansı doğru deyil? Baxaq görək hansı doğru deyil. Deyir ki, birincidə
Bu bacarıqların formalaşması üçün yalnız müəllim deyil, həmçinin valideynlər də təşəbbüs göstərə bilərlər. Bəli, kognitiv bacarığı insanda ancaq müəllim deyil, valideyn də şagirddə özünə inam formalaşdırmalıdır, plan qurma formalaşdırmalıdır. A bəndimiz düzgündür. Baxaq B bəndinə. İnsanın özünün üzlü sanki belə görsənir, amma test işləyən zaman məncə problemimiz olmayıb. Sadəcə kompüterdə indi yaxınlaşdırmışam deyə belə görsənir. İnsanın özünün idraki proseslərindən agah olması və dərk etməsi onun metaqognitiv bacarıqlara sahib olmasına bağlıdır. Bəli, insan özünü dərk eləməsi, özünün agah olması onun metaqognitiv bacarıqlara malik olduğunu göstərir. Düzgündür. Mən hal-hazırda bunu əlimdən telefondan oxuyuram, rahat görünüm deyə. Əgər kim bu testi işləmək istəyirsə, mənə yazsın. Təbii ki, özüm dairələrindən olmayanlardan biri YouTube üzərindən izləyənimiz varsa, yazsın. Mən bu testi sizə göndərim, gedin özünüz işləyin. C bəndi. Yəni burada var metaqognitiv bilik. C bəndi şagirdin özünü mühakimə etmədən sadəcə öz həyatı haqqında məlumat toplaması özünü monitorinqdən bağlıdır. Bəli, şagirdin özünü mühakimə eləmir. Ancaq şagirdin özü haqqında məlumat toplayırdı bunu. Ya alırdı, ya özündən agah idi, ya da özünü müşahidə edirdi. Bu da real ala bilərdi. Aydındır. Metaqognitiv bacarıqlardan bəli özünü monitorinqə aiddir. Deyə baxaq. Hər dərs ev tapşırıqları verərək şagirdlərin metaqognitiv bacarıqlarını inkişaf etdirmək mümkündür. Ümumiyyətlə kurikulumda mənim ikinci qızılı qaydamı da bilirsiniz ki, yazdırmışam. Həmişə, hər zaman, daima, ancaq, yalnız deyə bir söz gördünsə, bil ki, o cümlə 98% yanlışdır. 100% deyə bir şey yoxdur deyə mən 98% deyirəm də sizə. Yəni deyə bəndimiz yanlışdır. Hər dərs mən uşağa tapşırıq verim deyə belə bir şey yoxdur. Həm də hər dərs verilən tapşırıq bunu şagirdlər inkişaf etdirmir. Y bəndi şagirdin özünü təzyiq bacarığının yüksək səviyyədə olması onun emosiyalarını idarə etməsini ehtiva edir. Bəli, uşaq artıq özünü tənzimləyir, deyir, emosional uyğunlaşma var idi orada. Emosional tənzimləmə və uyğunlaşma var idi. Uşaq özünü emosional tənzimləyir artıq var idi orada. Ona görə Y bəndimiz düzgündür. Deməli 7-ci cavabı oldu D bəndi. Səhv axtardıq, D bəndi oldu. Baxalım 8-ə. Deyir ki, 8-də hansı situasiyada şagirdin metaqognitiv bacarıqlarının olduğunu deməyə əsas vermir. A bəndinə baxaq. Bildirilir ki, A bəndində şagird çətin tapşırıqları öyrənməkdə şagird çətin tapşırıqların öyrənmədə əhəmiyyətini bildiyindən ev tapşırığını yerinə yetirən zaman bu tip tapşırıqlara üstünlük verir. Bəli, uşaq bilir ki, çətin tapşırıq insanı inkişaf etdirir. Uşaq ona görə buna üstünlük verir. Düzgündür. B-də şagird dərsin sonunda müəllimin tətbiq etdiyi strategiyalardan hansının onun üçün faydalı olmasını müəyyənləşdirir. Bəli, uşaq öz özünə müəyyənləşdirir ki, bunun hansı mənə daha çox faydalıdır. Kognitiv bacarıq var. C bəndi şagird hər dərsin əvvəlində özünə məqsəd qoyur, məqsədə çatmaq üçün fərqli yollar tapırdı. Düzgündür. D bəndində şagird dərs prosesində fəaliyyətində müəyyən dəyişikliklər edərək hədəflərə çatmış olur. Bəli, şagird dərsdə hər hansı bir özünə hədəf qoyur, görür ki, bəzən ona uyğun gəlmir, onu dəyişdirərək öz hədəfinə çatır. Düzgündür. Y bəndində şagird tapşırıq edən zaman əvvəlcə nümunələri araşdırır və əldə etdiyiniz nəticə əsasında ümumiləşdirilir. Burada şagirdin axı sadəcə anlaması var. Bax, araşdırırsan, ümumiləşdirirsən. Araşdırmaq və birini götürmək, ümumiləşdirmək, təhlil və anlamaq uyğun gəlir. Burada, yəni konseptual bilik uyğun gəlir, belə deyək də. Burada metaqognitiv biliklə bağlı heç nə yoxdur. Uşağın özünlə bağlı heç nə yoxdur. Uşağın ancaq konseptual biliyinə bağlıdır. Ona görə Y bəndimiz səhvdir. 7D, 8Y. Artıq suallarımız rahat göstərəcək sizə. Baxaq, növbəti sualımızda. Deyir ki, müəllim şagirdlərdən mətndəki söz birləşmələrini müəyyənləşdirməyi, həmin sözləri cümlədəki nitq hissələrinə görə təhlil etməyi və mətndəki üslub xüsusiyyətlərini izah etməyi tapşırır. Demək, müəllim uşağadır. Bax, yenə deyirəm, qayıdırıq suala, 2 dəfə oxuyuruq. Müəllim şagirdə mətndəki söz birləşmələrini müəyyənləşdir, həmin sözləri nitq hissələrinə görə təhlil elə, mətndəki üslub xüsusiyyətlərini izah et. Mətndə söz birləşməsidir. Dil fənninə aiddir. Üslublar isə bizim ədəbiyyat fənninə aid olan bir termindir. Ona görə burada bizim cavabımız olacaqdır. Fən Yox, üzr istəyirəm. Elə ana dilinin üslublar bizim ana dilimizdə də var. Yəni biz bunu dəqiq ədəbiyyat götürə bilmərik. Yox. Bu da başqa bir nüansdır. Bir də baxıram suala. Söz birləşmələri biri var. Sonra şagird təhlil edib izah eləmək var. Burada şagirdin yenə müəllim həm oxuması var, həm anlaması var. Şagird həm oxuyur, həm də anlayır. Bu da bizim cinlə məzmun xəttimiz var. Ancaq ana dillə bağlıdır. Cinlə məzmun xətti var. Oxumaq, anlamaq. O da olur bizim fənn daxili inteqrasiya. Azərbaycan dili ibtidailər, filoloqlar bunu daha yaxşı həll eləyə bilər. Onlar da bu şeyi vurğulayar ki, müəllim bəli ki, cinlə məzmun xətti var. Ona görə həm də ki, söz birləşmələri bizim mən bilən səhv eləmirəmsə, bu cəhətdən baxıram indi suala, bu cəhətdən baxmamışam. 9-dan yuxarı səfərdə keçirilir. Amma nitq hissələridir, təhlildir
fərqli dərslərdə keçirilirdi. Üslub özü də fərqli silsdə keçirilir və yaxud da fərqli bir mövzudur. Yəni eyni mövzular deyil. Üslub bir mövzudur, biləşən bir mövzudur, İkisi bir mövzudur. Fərqli başqa mövzudur. Hərəsi ayrı mövzuya aiddir. Ona görə bu həm fən daxili üfüqiyyə, həm də şaquliyə aiddir. Hardan baxsaq cavabımız olacaq C bəndi 100%. 1C, başqa heç bir inteqrasiya yoxdur orada. İkinci suala baxaq, buranı təmizləyək. Bacarmadım. Baxaq ikinci sualımıza. Müəllim şagirdlərdən mətndəki əsas fikri müəyyənləşdirməyi, həmin fikri əsaslandırmağı, mövzu ilə bağlı qısa yazılı nəticə formalaşdırmağı tapşırır. Yenə fikri tap, yaz, oxu, yaz. Oxumaq, yazmaq ayrı-ayrı məzmun xəttidir. Ancaq ana dili fənninə aiddir, mətnə bağlıdır, fən daxiliyə aiddir. İkinci cavabı olacaq D bəndi. İkimiz oldu D bəndi. 1C, yəni daha doğrusu 3C, 2-də D, 1C, 2-də D oldu. 100%. Baxaq növbəti sualımıza. Cədvələ əsasən uyğunluğu deyil müəyyənləşdirir. Sinifdə proyektor işləmədikdə uyğunluq deyil, əla. Sinifdə deyil proyektor işləmədikdə şagird mövcud materiallardan istifadə edərək dərsi fasiləsiz davam etdirmək təklif edir. Deməli, uşaq müəllimə deyir ki, müəllim proyektor işləmirsə, gəlin biz materiallarımızdan istifadə edək. Hətta deyir ki, fasiləsiz davam etdirmək təklif edir. Bir şeyə fasiləsiz etmək bu deməkdir ki, şagird artıq onu davamlı edəcək də. Mən sizə müəllimlərimə sual verirəm dərs zamanı. Deyirəm ki, bir şeyi dəfələrlə etdikdən sonra öyrənmək hansı təfəkkürə aiddir? Artıq sən praktikalı olursan, düzdürmü? Praktik təfəkkürə aiddir. Birimiz düzgündür. İkinci, şagird parkda tullantıların artması insanların maarifləndirmə zəifliyi ilə əlaqələr. Deyir, şagird parkda tullantıların artmasını insanların maarifləndirilməsi ilə bağlı zəifliyini əlaqələndirib maarifləndirici kampaniya planlaşdırma təşkil edir. Yəni uşaq deyir ki, parkda tullantı atdırsa, bu onu göstərir ki, insanlarımızı maarifləndirmək lazımdır. Buna görə kampaniya təşkil etmək lazımdır. Uşaq yeni bir şey, yeni bir ideya qurur da, bəli, produktiv təfəkkürlə bağlıdır, yaradıcılıqla bağlıdır, düzgündür. 3-də riyaziyyat tapşırığını həll edən şagird əvvəlcə bilinləri müəyyənləşdirir, sonra ona uyğun qaydanı seçir, ardınca hesablama aparır, qayda tapır, müəyyənləşdirir, seçir. Müəyyənləşdirir, qayda seç, ayaq davanla deyir ki, ardıcılığı yoxlayır. Bəli, tamamilə bizim elə ardıcılı düşünməyimizə aiddir. Sırf birinci, ikinci, üçüncü, əvvəl sonra var, düzgündür. 4-də şagird bilir ki, bütün canlılar suya ehtiyac duyur. Bitkidə canlıdır. Bütün canlılar, insanlar, heyvanlar, bitkilər canlıdır. Yer üzündə neçə milyard canlı var. Onların biri də bitkilərdir. Ümumidən getdik xüsusi bir dənə bitkiyə. O da bizim deduktiv düşünməmizə aiddir, düzgündür. Hamısı düzgündürsə, cavabımız olacaqdır 1 və 2 B bəndi. Şükür ki, artıq bu sual, cədvəl tipli suallarımızdan canımız qurtardı. Baxaq sualımıza. Mən ən sevdiyim sual tipləri, siyasi sual tipləridir. Nəinki mənim, elə hamımızın. Məktəbin həyətindəki idman meydançası yağışdan sonra palçıq səbəbindən istifadəyə yararsız hala düşür. Demək, idman meydançası var, yağışdan sonra istifadəyə yararsız hala düşüb. Əvvəlcə büdcə olmadığı üçün meydançanın yenidən qurulması mümkün deyil. Əlavə büdcə olmadığı üçün meydançanın yenidən qurulması mümkün deyil. Bu vəziyyətdə iki şagird fərqli yanaşma nümayiş etdirir. Birinci şagird torpağın quruluşu və suyun axını kimi amilləri araşdırır. Torpaq qatının dəyişdirilməsi və suyun istiqamətləndirilməsi kimi hər yolları irəli sürür. Demək, idmançı meydança var, yağışlı su pisala düşüb, əlavə pulumuz da yoxdur. Şagirdlərin iki dənəsi fərqli fikir bildirirlər. Uşağın biri deyir ki, torpağın quruluşundan, buna nə oldu? Uşağın biri deyir ki, torpağın quruluşu, suyun axını, bu kimi amillər torpağın, suyun axını kimi amilləri araşdırıb, torpaq qatının dəyişdirilməsindən bağlı digər irəli sürür. Uşağın o birisi deyir ki, mövcud şərait nəzərə alaraq meydançadan qismən istifadəni və qaz qrafikinin uyğunlaşdırılmasını təklif etməklə problemin təsirini azaltmağa çalışır. İkinci şagird isə mövcud şərait nəzərə alır ki, hal-hazırda yararsızdır, bu nəzərə alır. Meydançadan qismən istifadə, yəni deyir ki, az istifadə edək, qaz qrafikinin uyğunlaşdırılmasını təklif edir. Aydındır və deyir ki, bu problemin təsirini azaldacaqdır. Deyir, bu uşaqlar haqqında nə demək olar? Hər iki şagird deyir, eyni təfəkkür növünə aiddir. Baxın, yuxarıda olan şagirdimiz uşaqdakı uşaqda yaradıcılıq var. Yəni o uşaqda yaradıcılıq, produktivlik var. Bilirsiniz ki, demişik ki, yaradıcılıq və produktivlik hər ikisi artıq eyni mənanı ifadə edir. Aydındır? Sadəcə produktivlik bizdə bu idi ki, produktivlik kimisə ideyası var, onun üstündə düşünürsən, başqa bir ideya tapırsan. Amma yaradıcılıq şap deyə ortaya yeni bir ideya qoyursan. Bununla bağlı.
Yəni burada da uşaq ortaya ideya qoydu. Burada şagirdin birincisində mən produktivlik görürəm, ikincisində isə şagird deyir ki, gəlin biz, yəni deyir əlimizdə olan mövcuddan istifadə edək. Deyir mövcud şəraiti nəzərə alaq. Yəni deyir ki, biz burada nə isə tətbiq edək. Nə isə tətbiq edək bizdə, yəni əlimizdə olandan istifadə etmək. Praktik təfəkkürə aiddir də. Bax, uşaq burada deyir ki, gəlin biz burada, bir də vurğulayıram, təkrar vurğulayıram. Yəni deyir bizim burada əlimizdə meydança var. Bir vaxt cədvəlimizdən istifadə edir. Yəni şagird öz vaxt cədvəlindən istifadə edib, sanki bunu praktikadan keçirməyə çalışır. Ona görə ikincimizdə də olacaq praktik təfəkkür. Aydındır? Yəni hər ikisində yenisi yoxdur. Birincisidə praktik deyil, birincisidə produktivdir. Nə kimi silirsən, D-ni sildin. A-nı sildin, D-ni sildin, 100%. Y-yə baxaq bir dənə. Y-də deyir ki, hər iki şagirdin yanaşması produktivə aiddir. Xeyr, baxın, hər iki şagird də produktiv deyil axı. Hər ikisində produktiv deyil. Birinci, yeni istiqamətlendirici yollar tapır. İkincisi isə mövcuddan çıxış edir. Yəni mövcud nə idi? Əlimizdə bir nümunə var. Əlimizdəkindən istifadə edirik. Deyir, sanki uşaq bu dərs qrafikində baxır, ondan istifadə edir. Deyirdi ki, şəkillə bax, ondan istifadə elə. Bir bu. Bir də deyirdi ki, praktik bizdə bu idi ki, sanki bu bizim başımıza gəlibdi. Artıq biz buna təcrübəliyik. İndi yəni artıq bunu biz öyrəşmişik də artıq. Artıq bunun başqa yolla siyasətləyəcəyik. Bax, bununla bağlı praktik. Elə burada baxan kimi də biz görürük ki, ikinci uşaqda praktika aid idi. Baxağın növbəti sualına. Cavabımız oldu C bəndi. Növbəti də müəllimin fəaliyyəti və onun mövcud əsərləri ilə bağlı uyğunluğu müəyyən edin. Baxaq görək hansı müəllimin fəaliyyəti ilə bağlıdır və uyğunluğumuz da hansıdır. Deyir ki, sualımızda. Müəllim dərsin əvvəlində davranış qaydalarını Müəllim dərsin əvvəlində davranış qaydalarını aydın və konkret şəkildə müəyyən edir. Bu qaydalar Bu qaydaları şagirdlərlə müzakirə edib qarşılıqlı razılaşma əsasında qəbul eləyir. Bəli, müəllim qaydaları, qanunları sinifdə şagirdlərlə birlikdə tətbiq eləməlidirlər. İkisi hazırlamalıdırlar hətta. Bu bizim kurikulumun son dərslərindən olan qayda, prosedur və gözlənti dərsinə aid olan suallarımızdandır. Yəni qaydalar şagirdlərlə birlikdə hazırlanmalıdır. Hətta sayı 3-5 sayda olmalıdır və sinifdə hamının görəcəyi bir yerdə asılmalıdır. Birimiz düzgündür. Daha doğrusu birə nə yoğunlaşdırırıq? Bir baxın görüm. Hə. İkinci oxuyaq. Müəllim dərs zamanı arzulanmış davranışa operativ və sakit şəkildə müdaxilə eləyir. Şagirdlərin digərinin qarşısında nüfuzdan salmadan davranış prosesinə təsirini izah edir. Okay. Müəllim şagirdlərin müsbət davranışlarına, gözlədikləri səyləri və irəliləyişlərini arzu vurğulayır. İndi müsbət davranış təkrarlanır, şagirdin özünə inamı artır, sinifdə motivasiya edici mühit yaranır. Elə baxan kimi görürük ki, A bəndi bizim üçümüzə aiddir. Çünki deyir ki, şagirdlərin yeni müsbət davranışları, göstərdikləri səylər arzu vurğulanır. Bu da artıq uşağın yaxşı şeyini dedikdə, şagird artıq həmin yaxşı amili davamlı eləməyə çalışır. Ona görə üçüncümüzə olacaqdır A. Şagird deyir, öz davranışının əsasını ağlayır, psixoloji təhlükəsizlik qorunur və dərsin ardıcılığı pozulmadan davam edir. Bəli, deyir ki, arzu vurğulayır. Arzu vurğulanır burada şagirdin nəyi? Səyləri. Ona görə də şagird artıq deyir, öz davranışını ağlayır. Aydındır? Ona görə şagird öz davranışını ağlayır. İkimizə gedəcəkdir B. Birincimizə isə gedəcəkdir avlanılmaz davranışı, operativ və yox. Birinizə deyir ki, müəllim dərsin əvvəlində qayda qanun qoyur. Qayda qanun qalmaq isə bizdə şagirdlər qaydaları özləri qəbul etdikləri üçün onlara əməl etmə ehtimalları daha yüksəkdir. Aydındır? Və ona görə bir də olacaqdır C. 1C, 2B, 3A. Tamam, məntiqli bir sualımızdır. İndi keçdik taksonomiyaya aid olan suallarım yox. Başqa bir suala baxaq ondan sonra. Müəllim belə bir tapşırıq verir. Şagirdlər hekayəni yarımçıq oxuyurlar. Şagirdlər hekayəni yarımçıq oxuyacaqlar. Daha sonra sinif 2 qrupa bölünəcəkdir. Və qrup hekayənin davamını 2 fərqli variantda yazmalıdır. Birinci variantda qəhrəman düzgün qərar verir. İkinci variantda isə səhv seçim eləyirdi. Sonra qruplar yazdıqlarını səhiyyəci kimi canlandıracaq və sinifdə müzakirə qurulacaqdır.
Aydındır. Bax, müəllim deyir ki, hekayə verirəm, yarımçıq oxuyuram. Hekayəni davamlı şagirdlər özləri qurmalıdır. Sanki bu bizim elə proqnozlaşdırmaya aiddir. Deyir ki, hekayənin birindəki şagird deməli neynir? Düzgün qərar verir. O biri uşaq isə neynirdi? Səhv qərar verirdi. Sonra uşaqlar bunu sanki rola girirmiş kimi farmaladılar. Neynir şagirdlər? Sanki bunu rola girmiş kimi farmaladılar. Rol kimi. Deyir ki, sinif müzakirəsində hansı variantın daha inandırıcı olduğunu, qəhrəmanlıq qərarına hansı amillərin təsir etdiyini əsaslandıracaqlar. Bununla bağlı doğru fikirləri tapmaq tələb olunur. Tapşırıq şagirdlərin mətni anlayıb yazmasını və müzakirədə əsaslandırmasını tələb edir. Bəli, uşaq mətni anlamasa ki, mətn nədən bəhs edir? Şagird axı bunu davamlı gətirə bilməz. Mən mətn oxuyuram, görürəm ki, mətndən bəhs edirsə, mən onun axırını mətnə aid gətirirəm. Birimiz düzgündür. Şagirdlər müxtəlif iş formalarının şagirdlər tapşırıq müxtəlif iş formalarını birləşdirdiyi üçün şagirdlər özünü fərqli yollarla ifadə etmə imkanı qazanır. Bəli, çünki deyir ki, qrupa bölünürlər. Qrup aydındır iş formalarından biridir. Qrupa bölünürlər, sonra qaydırırlar, ümumi bu müzakirə edirlər. İş formalarında da qrupla iş, siniflə iş, cütlərlə iş. Müxtəlif iş formaları var, düzdürmü? Şagirdlər də özünü həm qrupda ifadə edəcək, həm də özünü müzakirə formasında hamı ilə bir yerdə vaxt sinif müzakirəsi. Görürsünüz, iki qrup var, iki qrup var. İki təlim forması var. İkisi də var burada. İki müxtəlif iş forması var, düzü istəyirəm. İkisində də uşaq özlərini ifadə edəcək. Həm qrupda, həm də hamının yanında, bütün sinifdə. Düzgündür. İki fərqli sorğunun yazılması şagirdlərə qəhrəmanın qərarlarının səbəb-nəticə əlaqəsi ilə izah etməyə, alternativ müqayisə etməyə şərait yaradır. Bəli, iki dənə fərqli sonluq var. Şagirdlər burada qəhrəmanın qərarlarında səbəbi də nəticəni də müqayisə eləməlidirlər düzgün düşümüzdə. Deyək ki, tapşırığında əsas məqsəd müzakirə zamanı ən düzgün variantı seçməkdir. Budur ki, deyirik ki, ən düzgün cavabı seç, səhvi tap, xeyr, elə bir nüans yoxdur. Ona görə 4-ü elə harda görürsə seçirik. B, D, Y getdi. Üçə baxağın, tapşırıq daha çox ədəbi təhlil bacarıqlarını inkişaf etdirdiyi üçün şagirdlərdə mədəni məlumatlılıq kompetensiyası formalaşdırır. Mədəni məlumatlılıq deyil, şagirdlərdə savadlılıq, sosial öyrənməyi öyrənmək, həm də təhlil bacarığı yox, şagirdlərdə yaradıcılıq inkişaf elətdirir burada. Ona görə 5-imiz tamamilə yanlışdır. Cavabımız 1, 2 və 3-dür. Onsuz bu baxan kimi görürdük. Növbəti sualımızda deyir ki, bəzi tarixçilər AXC-nin dövrünü milli dövlətçiliyin uğurlu başlanğıcı kimi digərlər isə zəif qurulmuş və qeyri-siyasi sistem nümunəsi kimi dəyərləndirir. Əgər səsin gedirsə üzürlü sayın, nəsə internetdə problem var, elə bir donuş. Bəzi tarixçilər AXC-nin deyir AXC dövrünün milli müstəvlətçiliyin uğurlu başlanğıcı, digərləri isə zəif qurulmuş və qeyri-sabit sistem kimi dəyərləndirirlər. Bu fikirləri nəzərə alaraq AXC-nin daha uğurlu dövlətçilik nümunəsi yoxsa istifadə olunmamış tarixi fürsət olduğunu düşünür. Aydındır. Deyir ki, sən düşün görək AXC dövlətçilik nümunəsidirmi, yoxsa tarixçi fürsətdirmi? Fikrini əsaslanacaq izah et. Sən nə fikrini istəyir burada? Səndən başqa bir fikir istəmir. Sənə deyir ki, öz fikrini ifadə elə. İnsan öz fikrini deməsi bizdə dəyərləndirməkdir, tənqid təfəkkürdür və sən AXC-nin nə olduğunu anlamalısan ki, yəni konseptual bilikdə ona uyğun fikir bildirə biləsən. Konseptual bilik, tənqid təfəkkür və dəyərləndirməkdən bağlıdır. Cavabımız olacaq deyil bəndə, çünki öz fikri deyirsən. Burada hər hansı bir deyilmiş faktdan bir şey yoxdur. Yaz aylarında bəzi insanlar açıq rəngli, digərləri isə tünd rəngli geyinir. Rənglərin istiliyi, udma fərqini nəzərə alaraq bu geyimlərin insan dərisinin temperaturuna və tərləmə prosesinə necə təsir etdiyini izah edin. Demək, şagird burada nə etməlidir? Tərləmənin insan dərisinə necə təsir etdiyini izah etməlidir. Aydındır. Deyir, bu idrakda hansı məhəlləyə aiddir? Bax, burada rəng var, bizim nəyimizə aiddir? Təsvirinçinə aiddir. Rənglərin udma fərqi bizim fizikiyə aiddir. Rejimlərin insan temperaturuna təsiri biologiya fənninə aiddir. 3 fən var deyə, o olacaq mütləq fən arası. Bunu gördüksə, cavabımız A, S, Y üçündən biridir. Həm də şagird bunu izah etməlidir. İzah etmək bizdə bilirsiniz ki, anlamaq və məntiq təfəkkürdən bağlıdır. Cavabımız olacaq C bəndi. İzah edir nə isə, danışır, öz fikrini ifadə edir C bəndi. Növbəti sualımızda deyir ki, bu addımlardan hansının atılması 21-ci əsr bacarıqlarının şagirddə formalaşmasına xidmət etmir deyir. Çox müdavimlər bunu sualı mənə göndərmişdi, amma etmir sözünə heç fikir belə verməmişdilər. Baxaq görək hansı insanda 21-ci əsr formalaşdırılmırdı. Təlim prosesində problem və layihə
yəni bunlardan istifadə edib şagirdlərin əməkdaşlığına qərar verməsini icra etdirmək. Bəli, 20-ci əsr bacarığı nə idi? Həyati və karyera idi, 4K idi, texnologiya, media və informasiya bacarığı idi. Düzgündür. C bəndində rəqəmsal, bayaq dedim sizə, texnologiya deyəndə bütün hər şey nəzərdə tutulurdu. C bəndində də var rəqəmsal deyir. Bunu düzəldim. Rəqəmsal deyirsə orada da var. 21-ci əsr bacarığı burada layihə deyir, problem deyir, əməkdaşlıq deyir, burada da var. Məsələn, kognitiv bacarıqların formalaşması üçün şagirdlərdə öyrənmə prosesinə dair öz fəaliyyətini qiymətləndirmə və refleksiya. Bəli, insan özünü dərk etməsi, özünü anlaması bizə nə ilə bağlıdır? Şəxs sosial öyrənməyi öyrənmək kompetensiyalarına bağlıdır. Düzgündürmü? Artıq bu da bizdə var idi orada. Kritiklə bağlı idi həm də. Məsələn, kognitiv bacarıqla bağlıdır. D-də də var idi. Y bəndi tapşırıqları real həyat kontekstinə uyğun. Bəli, şagirdlərin deyil bildiklərini praktik vəziyyətdə tətbiq eləməsini şərait yaratmaq. Bəli, şagirdlərə müəllim şərait yaradır ki, özün bir iş gör. Baxsaz görərik ki, A-da, C-də, D-də, Y-də hamısında şagirdin özünə uyğun bir şey var. Şagirdin etdiyi bir şey var. Amma V bəndinə bax, tapşırıqları dərsin məzmununa, yəni kitabın içindəki mövzuya oradakı çərçivəyə uyğun planlaşdırırsan, sinif üzrə həmin ardıcıllıqla işin icrasına nəzarət edirsən. Müəllim deyir ki, tapşırığı kitaba uyğun qurur və tapşırığın icrasına nəzarət edir. Bu bizim ənənəvi dəstək alır. Müəllim özü ancaq şagirdə plan verir, uşağın üstündə dayanıb bir sanki hücuma bir obyekt kimi. Burada artıq 21-ci əsr bacarığı yoxdur, əməkdaşlıq yoxdur, nitq yoxdur, ünsiyyət yoxdur, problem yoxdur, layihə yoxdur, kognitiv bilik yoxdur, öyrənmək yoxdur, tətbiq yoxdur. Ona görə bir bəndimiz yanlışdır. Burada sırf 21-ci əsr bacarığı ilə bağlı heç nəyimiz yoxdur. Cavabımız oldu B bəndi. Növbəti sualımıza baxaq. Deyir müəllim şagirdlərdə bir bölgənin iqlim xüsusiyyətləri ilə həmin ərazidə yaşayan canlıların yoğunlaşması haqqında məlumatları araşdırıb araşdırmağı tapşırır. Müəllim uşağa deyir ki, iqlim xüsusiyyətindən canlılar araşdırır. Mən baxan kimi görürəm ki, iqlim xüsusiyyəti deyirsə, heç sualı bitirməmişəm. Burada həm coğrafiya var, burada da həm bizim deməli biologiyamız var. İki nəfəm var. Baxan kimi fən arası olduğunu tapdım. Ona görə B ilə D ikisi arasında qalmışam. A, C, yeni sildim. Siz də çalışın ki, hər zaman variant silmə üsulundan istifadə edin. Şagirdlərdən temperatur, yağıntı, relyef, bitki, heyvan, bütün fənləri qatlayır artıq bura. Deyir ki, bunlarla bağlı əlaqəni izah et, əlaqəni sinifdə şifahi mənə təqdim elə. Burada şagird nə isə izah edirsə, nə isə şifahi danışırsa, izah edirsə, təbii ki, konseptual bilik və anlamaqdan bağlıdır. Elə izah etməyə gördüksə, anlamağa konseptual bilikdir və salam. Cavabımız oldu B bəndi. Əslində həmişə harda izah edirik gördüksə olmur ha konseptual bilik. Birinin axırında deyər ki, onu nə bilim öz sözlərindən əsaslandır deyər. Başda izah edər, axırda başqa şey verər. Amma o da bir şey demir də. Sadəcə deyir ki, şagird bunu izah edib təqdim etsin. Ona görə ancaq olur konseptuallik. Cavabımız oldu B bəndi. D bəndi niyə olmur? Çünki prosedural biliyə aid orada hər hansısa bir nüansımız yoxdur. Baxaq bu sualımıza. Deyir ki, verilmiş bacarıqları verilmiş bacarıqlara uyğunlaşır. Ünsiyyət. Müəllimlər, ünsiyyət bizə nədir? Ünsiyyət budur ki, deyir ki, bax elə mən baxan kimi buradan görürəm. 1, 2, 3 yazaq vaxtımız getməsin. Ünsiyyət bizdə budur ki, müəllim şagirdlərin fikirlərinin paylaşmasını və başqalarının yanaşmalarını diqqətlə dinləyib dəyərləndirmə təşkil edir. Bəli, ünsiyyət budur ki, sən deyirik hətta şagird qarşıdakını dinləməlidir, öz fikrini ifadə eləməlidir, öz bildiyini paylaşmalıdır kimlənsə, səbirli və təmkinli olmalıdır, qarşıdakına onun dinlədiyini göstərməlidir. Baxan kimi görürük ki, elə bir də C bəndə aiddir. 2-yə baxaq. Sinifdə tədbirin təşkili ilə bağlı irəli sürülən təkliflərdən hansının daha məqsədə uyğun olduğunu əsaslandırır. Sən təklif ediblər, sən qərar verməlisən ki, hansı daha məqsədə uyğundur. Elə yəni uşaq sualıdır əslində. Sən sadəcə təkliflər içərisindən bir dənə qərar qəbul edirsən ki, bu da bizə uyğun olan. 2-yə olacaqdır A. 3-də isə deyir ki, çətin situasiya verilir, ondan səbəblər təhlil edib həll modelinin qurulması deyir. Həll modelinin qurulması, həll modeli deyir də. Təbii ki, həll modelini qurmaq bizdə sınıf həll eləməyə aiddir. Başqa nə olacaq ki? Ona görə cavabımız oldu 1C, 2A, 3B. Cavabımız oldu təbii ki, A bəndi. Növbəti sualımızda deyilir ki, hansı deyir yanlışdır? Baxaq, deyir şagird davranışının düzgün idarə edilməsi sərt nəzarət üzərində qurulmur. Aydın qaydalar, müsbət gözləntilər və şagirdə qurulan hörmətə əsaslanan münasibət sayəsində davranış tədricən daxili müəssisəyə çevrilir. Bəli, deyir ki, şagirdə sərt nəzarət lazım deyil, uşağı sıxmaq lazım deyil, şagird öz fikirlərini ifadə edə bilməlidir. Şagirdə həmişə
müsbət bir gözəlti qurmaq lazımdır. Uşağı da sanki bir böyük kimi hörmət eləmək lazımdır. Düzgündür. A bəndimizdə yanlışlıq heç bir şeyimiz yoxdur. Qoyaq ki, düzgündür. B bəndində insanın davranışını yaxşı və ya pis kimi qiymətləndirmək əvəzinə fərqli düşünmə, qərar vermə və reaksiya modellərinin mövcudluğunu izah edərək fərqliliklərin daha düzgün anlaşmasına imkan yaratmaq lazımdır. Deyir, insan davranışında yaxşı və pis kimi deyir, insanı qiymətləndirmə. Onun deyir, fərqli düşünməsini, fərqli qərar verməsini, fərqli reaksiya verməsini deyir. Onu izah elə. Bəli, doğrudan da yaxşı insan yoxdur. Sadəcə qoyulmuş hadisəyə, verilmiş situasiyaya fərqli baxan, fərqli düşünən insanlar var. B bəndimiz düzgündür. C bəndi. Şagirdlərin fikirlərini sərbəst ifadə edə bildiyi, səhv etməyin, öyrənmənin bir hissəsi kimi qəbul olunduğu, müəllimin fasilitator rolunda çıxış etdiyi deməkdir. Səmərəli öyrənmədir. Bəli, uşaq fikir sərbəst ifadə eləsin, səhvindən öyrənsin, müəllim orada fasilitator olsun. Hətta deyir ki, ən sağlam mühit budur ki, şagird orada qorxmadan öz fikirlərini ifadə edə bilsin. Düzgündür. D-yə baxaq. Buna qədər hamısı düzgündür. Şagird təzyiq və sərt nəzarət altında deyil, qəbul olunduğu, başa düşüldüyü, dəyər verildiyi yerdə inkişaf edir. Oxumuram davamını. Bəli, insan, şagird, nəinki şagird, hər kəs dəyər verildiyi, təzyiq altında olmadığı, özünü açıqlamaq zorunda qalmadığı bir yerdə inkişaf edir. Düzgündür. Y bəndində. Öyrənmə prosesində nə oldu? Hamısı düzgün oldu ki, öyrənmə prosesində şagirdlərə geniş seçim imkanları təqdim edildikdə, idarəetmə əsasən müəllim üzərində cəmlənir, şagirdin məsuliyyət hissi balanslı şəkildə inkişaf etdirilir. Xeyr, şagirdə əgər seçim imkanı verilibsə, niyə burada məsuliyyət müəllimə verilsin ki? Elə uşağın özündədir də məsuliyyət. Öyrənmə zamanı məsuliyyət ən çox kimdəsə deyil məsuliyyət. Hər ikisində ortaq bölünməlidir. Kurikulumda bu müəllim şagirddən üstün deyə bir şey yoxdur. Hər ikisi arasında ortaq bölünməlidir. Aydındır? Yəni deyir, öyrənmə zamanı şagirdə geniş seçim imkanı təqdim edildikdə idarəetmə əsasən müəllim üzərində zərblənir. Xeyr, uşaq seçim imkanı verirsənsə, özü seçəcəksə, niyə bu müəllim idarə eləsin ki? Ona görə Y bəndimiz yanlışdır. Növbəti sualımızda. Deyirdi, bax, çox gözəl sualdır. Bu ilin, mən düşünürəm, hətta mən bu sualı elə ən birinci yazardım. Düşünürəm ki, bu ilin ən çox düşmə ehtimalı olan suallarından biridir. Gəlin baxaq sualımıza və görək sualımızın cavabı nədir? Doğru, yanlış tipli, yeni tipli sualdır. Ekrana da mən dayana bilmirəm də yazmasam. Mütləq bir şey çizim ora. Dərs zamanı müəllim müşahidə edir ki, bəzi şagirdlər tapşırıqları tez yerinə yetirir, müzakirədə fəal iştirak edir. Digərləri isə tədricən dərs prosesindən yayınır. Müəllim dərsin gedişində əsasən fəal olan şagirdlərin cavablarına müraciət etdikdə bu fakt daha da dərinləşir. Bir də oxuyuram. Dərsdə müəllim görür ki, bəzi şagirdlər tez yerinə yetirir, müzakirədə fəal iştirak eləyir, o birləri isə yayınır. Müəllim də dərsin gedişində əsasən fəal olan şagirdlərin cavablarına müraciət etdikdə bu fərq daha da dərinləşir. Hansı problemin mümkün səbəbini və həll yolunu müəyyənləşdirin. Deyir ki, verilənlərə əsasən problemin mümkün səbəblərini və həll yolunu müəyyənləşdirin. A bəndi. Şagirdlərdə deyir, motivasiya səviyyələri müxtəlifdir. Həll yolu mövzunun izahına çox vaxt ayırmaq lazımdır. Şagirddə motivasiya səviyyəsi müxtəlifdir. Bax, müəllimə dərs zamanıdır. Bəzi tez yerinə yetirir, bəzisi aktivdir. Bəli, deyərik ki, hərəsinin indi hər uşaq fərqli cəlb olunur dərsdə. Bəlkə müəllim cəlb elə qrup ki, burada uşağın birinin xoşuna gəlib, birinin xoşuna gəlməyib. Biri cəlb olunub, biri yox. Amma axı bunun həll yolu izaha vaxtı ayırmaq deyil. Burada həll yolu budur ki, diferensial təlimlə elə cəbhə qurmalısan ki, elə motivasiya qurmalısan ki, bütün şagirdlər dərsə cəlb olunsun və hamısı aktiv iştirak etsin, hamısı fəal olsun. Bax, səbəb doğrudur, amma hər yol doğru deyil. B bəndində dərs vaxtının məhdud olması fəaliyyəti dayandırır. Necə olur ki, dərs vaxtı 45 dəqiqədir. Hamısının 45 dəqiqədir də. Bu 45 dəqiqədə şagirdlər yarısı etmir. Həll yolu budur ki, tapşırığı günə azaltmaq. İndi müəllim neynəsin? Hələ müəllim bu tapşırığı verib, bəzi tez bitirib. Tapşırığın günü azaltsa, o birlər daha da boş qalacaq bitirənlər. İndi müəllim neynəsin? Vaxt normaldır ki, yarısı bitirə bilir də. Deməli, bu uşaqlar bitirə bilirsə bunu 45 dəqiqəyə, hamısı bitirə bilər. Bəli, bax, bu da deyir ki, müəllim deyir, dərsin gedişində əsasən fəal olan şagirdlərin cavabına müraciət etdikcə bu fakt daha da dərinləşir. Deməli, bax, burada baxan kimi o sözü bir yaxın görmüşdük. Demək, müəllim burada həmişə ən çox fəal olan şagirdləri daha çox deyimdə onları nəzərə alıb deyə artıq dərs olaraq maraqlı gəlir və onlar da tez işləyirlər tapşırığı və o birləri öz işinlə məşğul desə müəllimə və həll qoymurlar. Aydındır? Amma müəllim nə etməlidir? Deyir ki, müəllim şagirdlərin hamısının dərsə qoşulmasını təmin etməlidir. Bax, cavabı C bəndidir. Müəllim dərsdə
Ancaq deməli dərs prosesini eyni şagirdlər üzərində qurub deyə, o biriləri dərs maraqsızdır, heç qoşulmurlar müzakirəyə, heç sual cavaba, nə bilim, o nəsə iş verilən işə və orada özü bildirir. Deyir, əsasən deyir müəllim dərs həmişə fəal olan şagirdlər üzərində qurub. Bax, burası yanlışdır. Deyir, bəzində baxaq, şagirdlərin bilik səviyyəsi arasında fərqlər mövcuddur. Ola bilər, orası bunlar düzgündür, ola bilər də, amma eyni bilik əmanət deyil ki. Həll yolu budur ki, mövzunu tez qavrayan şagirdlərlə işləməyə davam etməlidir. Axı bunun həll yolu bu deyil. Müəllim həll yolu kimi hər şagirdə öz səviyyəsində sual verə bilərdi. Bu cavab olsaydı cavabımız düzgün olardı. Y bəndində bəzi şagirdlər dərsə qarşı kifayət qədər məsuliyyət göstərmir. Bəli, həll yolu qeyri-fəal şagirdlərə qarşı nəzarəti və intizam tədbirlərini artır. Demək, müəllim o şagirdlərə qarşı nizamı artırmalıdır. Bəs axı bu artıq seçkiçilikdir. Demək, onlar da ona görə uşaqları göstərmək üçün məsuliyyət. Çünki müəllim heç onlardan məşğul olmur. Cavabımız C bəndidir. Y bəndində addımı düzgün addım deyil. Mən əgər bu nizamı qururamsa, bunu 3-5 uşaq üçün yox, bizlər üçün yox, hamı üçün qururam müəllimlər. Ona görə C bəndimizin cavabı tamamilə yanlış cavabdır. Cavabımız oldu C bəndi. Növbətidə müəllim müşahidə edir ki, şagirdlərin rəqəmsal savadlılığı aşağı səviyyədədir. Demək, rəqəmsal savadlılıq nə idi bizdə? Rəqəmsal savadlılıq bizdə şagirdlərin kompüter, planşet, elektron lövhə, süni intellekt bundan istifadəsi idi. Deyir ki, müəllim də görür ki, şagirdlərin bəzisində bu aşağıdır. İndi görək müəllim hansı addım atsın. Baxağın görək. Deyir ki, rəqəmsal bacarıqların formalaşmasına aid olan mövzuları proqrama əlavə edərək buna zaman ayıra və bir neçə dərsi buna həsr edə bilər. Bəli, ola bilər. Amma baxaq görək, hansı addım daha səmərəlidir. Bir də oxuyuram sualı. Demək, rəqəmsal aşağıdır. Rəqəmsal bacarıqların formalaşmasına aid olan mövzuları. Demək, müəllim deyir, proqrama deyir, mövzu əlavə etsin ki, daha da bunu mövzu artırsın. Baxın, burada əslində, bu o qədər də effektiv cavab deyil, amma yeni saxlayaq. Beybəndi, şagirdlərə onlayn resursların elektron vəsaitlərin siyasətini təqdim edə bilər ki, şagirdlər təşəbbüs göstərərək araşdırma zamanı onlardan istifadə etsinlər. Mən uşağa deyirəm ki, hə, onlayn vəsaitlər bunlardır, gəl bundan istifadə elə. Onsuz da indiki dövrdə hamı hər şey onlayndır. Artıq şagird gedib ondan istifadə eləməyəcək. C bəndində rəqəmsal bacarıqları yüksək olan şagirdləri digər şagirdlərin nümunə kimi göstərmək. Kurikuma tamamilə ziddir. D bəndi dərsdən kənar seminar təşkil etmək, həmin şagirdləri, valideynlərini birlikdə öyrənməyə təşviq etmək. Yanlışdır. Y bəndi rəqəmsal bacarıqları dərsə inteqrasiya etmək üçün şagirdlərə müxtəlif elektron platformalarından istifadə edərək araşdırma aparmağı tapşırıla bilər. Bəli, ən düzgün cavabımız Y bəndidir. Rəqəmsal bacarıqları dərsə inteqrasiya etmək lazımdır ki, artıq şagird həmin o platformadan istifadə edə bilsin. Düşünün ki, müəllimin özünün planı var. Bu müəllimin planını dövlət tərəfindən müəllimə verilir. Müəllim öz planına özünün ağlından, özünün durduğu yerdə rəqəmsal bacarığın formalaşmasına aid mövzu əlavə edə bilməz. Müəllim öz illik planında dəyişiklik edə bilməz. Sadəcə müəllim oradan bir-iki dənə mövzunu keçdiyi zaman şagirdlərə əvvəlki mövzuları, rəqəmsal aid olan mövzuları inteqrasiya edə bilər. Müəllim üçün də heç proqramda mövzu artırsın. Biraz pis çıxır özünüzsən, amma müəllim eləmir bunu. Onun üçün A bəndimiz yanlış idi. Cavabımız Y bəndidir. Qrup işi zamanı iki şagird arasında fikir ayrılığı yaranır. Bu deyir, tədricən müzakirə daha da emosional form almağa başlayır. Emosional xarakter almağa başlayır. Bu vəziyyət qrupun ümumi məqsədlər çatmasına mane olur. Qrup işidir, qrup işində fikir ayrılığı var və şagirdlər ümumi məqsədlər çata bilmirlər. Aydındır, yəni mane olur şagirdlərə. Qrup lideri bu vəziyyətdə də davranmalıdır. Keçən ilin qəbul suallarındandır. Gərginliyi azaltmaq məqsədi ilə müzakirəni müvəqqəti dayandırmaq. Elə heç davamlı oxumuram. Mən müzakirəni dayandırım ki, aradan nəsə qalxsın. Yanlışdır. B bəndində vaxt etkisini minimuma endirmək üçün tərəflərdən birinin arqumentinə əsas götürmək. Mən deyirəm ki, hə, birinizin fikri lazımdır, bizə vaxt etkisi olmasın və o birisi ona görə B bəndində yanlışdır. Tərəflərin arqumentlərini sistemləşdirir, ortaq nöqtəni müəyyənləşdirir, qrup məqsədinə uyğun alternativ həll yolu sürür. Bəli, cavabımız C bəndidir. Hər ikisinin cavabını götürmək lazımdır. D bəndində müzakirənin səmərəsiz olacağını götürərək fərdi qrup halına keçmək. Yanlışdır. Tamamilə yanlışdır. Y bəndində emosional mühitin səngiyməsini gözləmək. Daha onda o vaxt bitərik. Nə gözləyirsən ki sən? Vaxt bitər axı onu gözləyirsən. Ona görə düzgün cavabımız oldu C bəndi. Növbəti sualımızda deyir ki, çox gözəl suallarımızdandır. Kognitiv bacarıqlarla bağlı olan sualdır. Deyir ki, burada bizə uyğunsuzluqsa
Bizə uyğunsuzluq deyirsə, uyğunsuzluq deyəndə doğrunun qabağından yanlış, yanlışın qabağından doğru. Əvvəlcə gəlin həll eləyək, sonra görək hansıdır. Deməli, şagirdlər dərs prosesində nə öyrəndikləri ilə bərabər, necə öyrənəcəklərini etməklə özləri haqqında məlumat toplayıb, çatışmayan cəhətlərini aradan qaldıra bilərlər. Bəli, şagird dərs zamanı nə öyrəndiyini də, necə öyrəndiyini də müşahidə eləsə, özü haqqında məlumat əldə eləyər. Necə öyrəndiyini tapsa ki, audialmı öyrənirəm, estetikmi öyrənirəm, vizualmı öyrənirəm, özü haqqında və özünün çatışmayan cəhəti haqqında məlumat yığa bilər. Düzgündür. Doğru da düzgündür. Plus plus. Beybəndində müəllim şagirdlərə refleksiya sualları verməklə oxudanların akademik biliklərindən xəbərdar olur, lakin bu proses şagirdlərin kognitiv bacarıqlarının formalaşmasına bağlı deyil. Xeyr, tamamilə onunla bağlıdır. Refleksiya demək bu deməkdir ki, müəllim şagirdlərin yox, baxmaq yox, doğrudur, düz deyir, doğrudur. Bir daha baxın, bir də oxuyaq. Müəllim şagirdləri refleksiya sualları verir. Onların akademik biliyindən xəbərdar olur. Axı refleksiya sualı vermək bizdə şagirdin sırf ancaq akademik biliyi ilə bağlı olmaq demək deyil. Aydındır? Bununla bağlı olmaq deyil. Ona görə bu elə bu cümlədən yanlışdır. Bu səs yanlışdır. Lakin bu proses şagirdlərin kognitiv bacarıqlarının formalaşmasına bağlı deyil. Bəli, yəni biz şagirdə refleksiya eləyirik. O zaman məlumatda olur. Ay, üzr istəyirəm. Bizə akademik bilik deyirik. Emosional, yəni bəli, akademik bilik bizdə bu deməkdir ki, savad olmaz şagirdin. Saçıb getmişəm konseptual bilik söhbətində. Beynim ola qarışıbdı. Deyirəm axı burada falan şey var. Bəli, müəllim şagirdləri refleks edir. Refleksiya bizə bu deməkdir ki, dərsin sonunda şagirdləri yoxlayıram. Bu zaman müəllim baxır ki, keçirilən dərsi şagird nə qədər mənimsəyib. Bəli, bu bizim şagirdin keçdiyi dərsi öyrənməsini yoxlayır. Sırf akademik bilikdən bağlıdır. Və müəllim burada şagirdin dərsi anlamasını yoxlayır. Anlamaqla bağlı konseptual biliyini yoxlayır. Kognitiv bilikdən bağlı deyil. Müəllim sizə dərs keçirəm. Keçəndən sonra qayıdıb sual verirəm. Əgər siz mənim sualıma cavab verə bilirsinizsə, deyirəm ki, bunlar deməli artıq dərsi anlayıblar. Mən onu izah edə bilirsiniz də qayıdıb. Bu da bizim kognitiv bilikdən bağlı deyil, konseptual bilikdən bağlıdır. Düzdür də? Düz deyir də. Deyir ki, kognitiv bacarıqların formalaşmasına bağlı deyil. Düz deyir axı bizə. Baxaq üçüncüyə, öyrənmə zamanı, yenə hələ saxlayaq, öyrənmə zamanı şagirdin qarşısına çətinliklər çıxdıqda o həvəsən düşür, məqsədini çata bilmir. Bu xüsusiyyət şagirdin kognitiv bacarıqlarının inkişafına ehtiyac olduğunu göstərir. Bəli, onu göstərir. Əgər şagird çətinlikdən düşürsə, həvəsdən düşürsə, demək şagirddə özünü dərk eləmə, özünü ifadə eləmə, şəxs usul öyrənmək, bu yoxdur. Ona görə düzgündür. Qabaq deyir yanlışdır. 3 mütləq var sualımızda. 4-də ilin əvvəlində şagirdin dərsdə akademik nailiyyətləri zəifdir. Buna baxmayaraq, o müəllimin verdiyi bütün tapşırıqları yerinə yetirməyə çalışır və ilin sonunda fəaliyyətində irəliləyişlər müşahidə olunur. Şagird demək əvvəlcə zəif imiş, o bütün tapşırıqları yerinə yetirməyə çalışır, artıq ilin axırında hər şey yaxşıdır. Bu müstəviyə əsasən şagirddə kognitiv bacarıqların inkişaf etdiyini deyə bilərik. Bəli, inkişaf edib də şagirddə artıq. Çünki artıq şagird nə edir? Əvvəlcə zəif idi, tapşırığı yerinə yetirir, ilin sonuna doğru şagirddə irəliləyiş müşahidə olunur. Baxın, burada şagirddə deməli dərsi öyrənmə, oxumaq özünün planından, özünün strategiyasından, özünün üsulundan yox, sadəcə müəllimin verdiyi tapşırıqları etməsinə görə olubdur. Aydındır? Sadəcə şagird burada müəllim verdiyi tapşırığı işləyib deyə artıq şagird inkişaf eləyib. Artıq şagird də inkişaf eləyirsə, nə olur artıq həmin bu şagirddə? Artıq şagirddə dərs öyrənmə olur. Bəli də, bu bizdə metakognitiv bacarıqların inkişaf etdiyini deyə bilərik. Axı onu görmürük. Çünki bu da demir ki, özünə üsul qurub, özünə strategiya qurub, sadəcə ardıcıl formatda müəllim deyəni eləyib, əvvəlində, ortasında, sonra sadəcə şagirddə ardıcıl formatda bir tapşırıq eləmək yaxşıdır. Eləmək olub. Burada bizim əvvəl-son söhbəti var həm də. Prosedural biliyimiz var. Çünki deyirəm. Çünki demir ki, şagird tapşırığı iradəli eləyib, öz-özünü refleksiya eləyib, özünə məqsəd qoyub. Bunu demir. Kognitiv bilik yox şagirddə. Hadə şagirddə yaxşı prosedural bilik var. Ona görə yanlışdır buramız, amma qabağı deyir ki, düzgündür. Cavabımız 3 və 4 olacaqdı. 2-ni qayıdıb bir də oxuyuram. Görək 2-də nəyi səhv eləmişik. Görün 2-də nə yazmışam 2-də fikir ver.
Gör nə səhv eləmişik. Deyir ki, müəllim şagirdləri refleksiya sualları verməklə onların akademik biliklərindən xəbərdar olur. Düzdür, düzdür. Lakin bu proses şagirdlərin kognitiv bacarıqlarının formalaşmasından bağlı deyil. Belə də, şagird mənim refleksiya edir. Görək uşaq dərslə bağlı məlumatlıdır. Uşağın kognitiv biliş yox. Artıq şagirddə o konseptual bilin formalaşmasını göstərir də. Əlaqəli deyil deyir. Düz deyir də, onunla bağlı deyil axı. Konseptual da bağlıdır. Ona görə yanlışdır buramız. Yanlış, yanlış, doğru, 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 yanlış. Bu da necə olmuş? Yanlış və doğru. Cavabımız olacaq ki, bəndə 3 və 4. 14-cü sual mənə qaranlıq qaldı. Qayda buna bir də baxarıq müəllimlər. Əgər beynimizdə bir şübhə qaldısa. Amma hələ ki cavabın Y bənd olduğunu düşünürəm. Çünki 3-cü sual mənə qətiyyən, yəni düzgün kimi gəlmir. Baxaq növbəti sualımıza. Deyir ki, aşağıdakı situasiyalardan hansında özünü monitorik bacarığı zəif olan şagird təsvir olunmuşdur? Demək, hansında özünü monitorik bacarığı zəif olan şagird var? Deyir ki, dərs zamanı müəllim şagirdin cavabının mövzunun kənara çıxdığını qeyd edir. Şagird bir anlıq dayanır və dediklərini yenidən nəzərdən keçirir. Cavabı mövzuya uyğun formada düzəldir. Demək, şagird görür ki, müəllim görür ki, şagirdin cavabı dərs zamanı mövzuda kənara çıxıbdır. Müəllim bu zaman şagirdlərə nə edir? Elə bir sualı bitirdik, yoxsa yox? Hə. Deyir ki, özünü monitorinqə ziddi yox, itirməmişik sual bir sual. Bəlkə də itirmişik, ay deyirəm, axı itirmişik. Sinifdə iki şagird arasında münaqişə var. Artıq suallara o qədər baxmışam ki, demək olar ki, ardıcıllığını əzbərləmişəm. Ona görə bilirəm ki, hansının dalınca hansı gəlir. Deyir ki, sinifdə iki şagird arasında münaqişə olmuşdu. Görək nə baş verib. Müəllim dərsdən sonra onlarla təklikdə danışmaq və münaqişəni həll etmək üçün şərait yaradır. Şagirdlərə duyğularını, düşüncələrini dərk etməyə, qarşı tərəfin mövqeyini dəyərləndirməyə yardım edir. Demək ki, nə şagird var, münaqişə var. Müəllim şagirdlərə dərsdən sonra danışır. Şagirdlərə deyir ki, qarşı tərəfin duyğularını dərk elə, düşüncələrini dərk et, qarşı tərəfin mövqeyini dəyərləndir. Belə bir hal var. Bu onlara deyir, daha effektiv ünsiyyət və münaqişənin həlli strategiyalarını müəyyən etməyə imkan verir. Siyasiyyə əsasən müəllimin məqsədindən bağlı hansı fikir doğrudur? Müəllim demək şagirdlərə danışır, empati qurulması açır. Mən bu baxanda bunu anlayıram. Həm də müəllim şagirdə deyir ki, qarşı tərəfin mövqeyini düşün. Müəllimin məqsədi sinifdə qaydalara əməl etmədiyinə görə cəza metodundan istifadə edir. Axı bu yazıq müəllim burada cəza verməyib. B bəndində şagirdlərdə bir-birinə hörmət etmələri üçün milli kimlik hissası yaşayır. Belə bir nüans da yoxdur. Çiklizm kurikulumumuzda hələ ki milli kimlik deyə bir anlayışımız bizə rast gəlməyibdir. S bəndində müəllim şagirdlərdə tənqidi düşüncəni inkişaf etdirməyi hədəfləyir. Uşaqlar mübahisə zamanı arqumentlərindən məharətlə istifadə edirlər. Burada mübahisə, arqumentasiya heç nəyimiz yoxdur. D bəndində şagirdlərdə kognitiv bacarıqları inkişaf etdirərək onlarda özünə nəzarət bacarıqlarının inkişafı üçün şərait yaradır. Bəli, özünü tənzimləmək üçün inkişaf yaradır. Düzgündür. Müəllimin addımı şagirdlərin individualite proseslərindən xəbərdar olmaq üçün deyildir. Xeyr, burada idrakdan bağlı, anlamaqla bağlı heç nə yoxdur. Müəllim şagirdlərdə kognitiv bacarıqlar, şəxs sosial öyrənməyi inkişaf etdirir. Tənqidi düşüncə yoxdur, milli kimlik hissi yoxdur. Sadəcə başqasının hisslərini düşünmək və özünə nəzarət eləmək var. Ona görə cavabımız olacaq D bəndi. Çox getdik yenə. Hə, artıq buradayıq. Cavab oldu, bu da D. Aşağıdakilərin deyil hansı, özünü monitorik bacarığı, aşağıdakilərin hansında özünü monitorik bacarığı zəif olan şagird təsvir olunmuşdur. Dərs zamanı müəllim şagirdin cavabına mövzunun kənara çıxdığını qeyd edir. Bir anlıq dayanır. Dediklərini yenə nəzərdən keçirdir. Şagird deməli, cavab verir, cavab verən zaman dayanır, deyir, hə, mən, nə bilim, tutaq ki, səhv demişəm. Təzə özünü düzəldir. Bəli, bu uşaq özünü monitoring edib də, artıq bir anlıq özünü dinləyib, müşahidə edib, qədim səhvini düzəldib. Artıq burada zəif deyil, yüksəkdir.
B bəndində şagird yazı tapşırığını yerinə yetirərkən vaxtın az qaldığını görür. Planını dəyişir. Əsas hissələri yazmağa üstünlük verir. Xırda detalları isə buraxır. Şagird yazı yazır. Görür ki, vaxt azdır. Bəli, özü monitorinq edir ki, vaxt azdır. Əsas yerləri yazır. Xırdaları buraxır. Onlar düzgündür. Çox özü monitorinq edir. Görür ki, vaxt azdır. Həll edir tez bunu. Düzgündür. S bəndində müəllim şagirdi səsinin çox yüksək olduğunu bildirir. Şagird danışıq tərzini sinif mühitinə uyğunlaşdırır. Bəli, müəllim uşağa deyir ki, rəy verir ki, səsin yüksəkdir. Uşaq özünü monitor edir, özünü düzəldir. Özü monitor üç yerə bölünürdü. Rəy, agah olmaq, bir də müşahidə eləmək. D bəndi. Şagird qrup işi zamanı eyni səhvi bir neçə dəfə eləyir. Yoldaşları onu xəbərdar etsələr də davranışının başqalarına necə təsir etdiyini dərk eləmir. Bəli, uşaq özü monitor edə bilmir də artıq. Uşaqlar buna deyir ki, falan şey var, eyni şey səhv eləyirsən. Uşaq qayda bu səhvini düzəldə bilmir. Yəni ona rəy də verirlər, rəy deyil, rəy əsasında qayda özü monitor edə bilmir, özünü müşahidə edir, qayda düzəldə bilmir. Ona görə cavab D bəndimizdir. Şagird təqdimat zamanı həyəcanlılığını hiss edir, özünü müşahidə edir və yaxud özündən agahdır ki, mən həyəcanlıyam və yaxud bəlkə bax sualda agahdır. B bəndində də agah idi. A bəndində də agah idi. Özündən artıq agahdır. Görür ki, həyəcanlıdır, tez dərindən nəfəs alır və şagird etimini davam etdirir. Bəli, artıq özünü monitorinq etdirir. Amma D bəndində belə bir şey yoxdur. Növbəti sualımızda deyir ki, şairin və həsəd hisslərini nə dərəcədə inandırıcı, təsirli ifadə edib etməmədiyinə münasibət bildirin. Sən şagirdin kədər, həsrət bu hisslərini nə dərəcədə inandırıcı qrup qurmadığına münasibət bildirməlisən. Fikrimizi də əsərdən gətirdiyimiz nümunələrlə əsaslandırmalısan. Aydındır? Bax, görə gözəl sualdır. Baxaq sualımıza bir də oxuyaq. Daha doğrusu cavablarımıza baxaq. Şagird artıq burada öz söz, bax deyir ki, burada bizə həm deyir ki, münasibət bildirin, sonra deyir ki, münasibət bildirəndən sonra fikrini əsərdən gətirdiyi nümunəyə əsaslandır. Həm burada uşaq buna münasibət bildirir, dəyərləndirmə deyir, həm də uşaq buna əsərdən nümunələr deyir. Burada həm dəyərləndirmək var, həm təhlil var. Bir cümləmizdə həm iki mərhələ varsa, təbii ki, biz ən böyük götürürdük. Artıq dəyərləndirmə olan yerdə burada təhlil kimdir ki? Ona görə uşaq artıq burada münasibət bildirirsə, cavabımız olacaq tənqid, təfəkkür. Səbəb olacaq dəyərləndirmək. Cavabımız olacaq uşaq bunu anlayıb cavab verir də müəllimə. Konseptuallik. Cavabımız olacaq C bəndi. Çünki deyir ki, münasibət bildir. Dalından deyir ki, fikrini əsərdən gətirdiyin nümunəyə danış. Yenə sən öz fikri deyir də. Demək ki, kitabdan fikirdir. Demək ki, sən mənə kitabdan bir fikirdir. Öz fikri istəyir yenə. Harda baxsan dəyərləndirməyə aiddir. Növbəti sualımızda. Müəllim şagirdin sinif avadanlığından düzgün istifadə etmədiyini müşahidə edir. O şagirdlə dərsdən sonra söhbət aparır, baş verənlərin dərsin gedişinə, sinif yoldaşlarına təsirini birlikdə müşahidə edir. Müzakirə edir. Yaranmış vəziyyətlərdən qaldırılması üçün şagirdin özünün də buna nə oldu? Şagirdin özünün də iştirak etdiyi danışma əldə olunur. Demək, şagird avadanlığına səhv istifadə edirmiş. Müəllim bunu görür, bununla danışır və deyir ki, bu baş verənlər dərsin gedişinə, yoldaşlarına təsiri budur. Və ya da bunu aradan qaldırmaq üçün şagirdin özünün də iştirak etdiyi danışma əldə olunur. Aydındır? Deyir ki, bu yanaşmanın tətbiqi nəticəsində aşağıdakı nəticələrdən hansının formalaşması daha az ehtimal olunur. Aydındır? Deyir ki, şagird gələcək situasiyalarda təşəbbüsün müəllim tərəfindən irəli sürəcəyini gözləyir. Niyə belə bir şey var ki? Müəllim burada buna demir ha ki, sən təşəbbüs irəli sür. Deyir ki, şagirdin özünün də iştirak etdiyi. Axı müəllim burada şagirdə özü heç nə eləməyib. Sadəcə müəllim şagirdə bunu deyir, müzakirə edirlər birlikdə. Sonra şagirdin özünün də razılığıyla fikir əldə olunur. Özünün də sözündən razılaşma əldə olunur. Ona görə burada axı müəllim tərəfindən irəli sürəcəyini gözləməz şagird. Yəni ən az ehtimal olunan budur. Amma yenə baxaq. Deyir ki, şagird gələcəkdə, yəni bu səhvdir də, bunu deyir ki, bizə hansı olması daha ehtimal, hansı düşmə ehtimalı daha azdır. Elə bu da azdır, bəli. Şagird gələcəkdə oxşar vəziyyətlərdə daha düşünülmüş qərar verməyə meylənir. Bəli, artıq uşaq gələcəkdə də hansısa bir hallar baş verdikdə özü düşünəcək, ondan sonra birində ortaq qərar həll etməyə çalışacaq. Yəni bu müzakirəyə çıxaracaq müəllimlə və yaxud da. Deyir ki, bu qayda pozuntusu kimi deyil, təsir və məsuliyyət kontekstində dəyərləndirilir. Bəli,
Ola bilər ki, kimya laboratoriyasıdır. Orada avadanlığı uşaq səhv istifadə edir. Hər kəs zəhərlənə bilər. Başqalarına, dərsin girişinə bu ziyan vura bilər. Müəllim uşağa bunu deyir də. Müəllimlə şagird arasında qarşılıqlı anlayış və əməkdaşlıq gözlənilir. Bəli, yerbəndi şagird davranışı nəticəsini özü ilə əlaqələndirir. Fəal mövqe tutur. Bəli, uşaq artıq öz-özünü dərk edir. Fəal mövqe tutur ki, mən bu belə eləməli deyildim. Özü səhvlərdən qaldırmağa çalışır. Amma artıq uşaq deməyəcək ki, hər şey gəlib müəllimə yerim eləsin. Artıq uşaqda az da olsa, şəxs sosial öyrənməyi öyrənmək kompetensiyası formalaşacaq. Çünki niyə? Deyir ki, özünün də iştirak etdiyi uşaq özü də iştirak edir və yaranmış vəziyyəti aradan qaldırılır. Cavabımız A bəndidir. Üçüncüdə, verilmiş maddənin formuluna əsasən onun hansı maddə sinfinə aid olduğu müəyyən edin. Bu maddənin kimyəvi reaksiyalarda necə davrandığını izah edin. Deməli, kimyaya aid bir nə? İnteqrasiyaya aid sualdır. Davam var. Sonda həmin reaksiyaların hansı şəraitdə daha sürətli, daha səmərəli baş verdiyini əsaslandırın. Burada şagird deməli kimyaya aiddir, maddə var. Müəllim uşağa deyir ki, bu maddə hansı maddələrə aiddir? Şagird bunu tapmalıdır. Onu tapandan sonra deyir şagird nə etməlidir? Şagird hətta deməlidir ki, bu maddə kimyəvi reaksiyalarda necə olur? Uşaq onu da deməlidir. Həmçinin o da deyəndən sonra şagird nə etməlidir? Şagird qayıtmalıdır burada. Həmin reaksiyanın hansı şəraitdə daha sürətli və daha səmərəli baş verdiyini deməlidir. Bax, burada bizdə kimyaya aid dərsdir. Təbii ki, bunu ancaq kimyasal deyəcək. Sən bir dənə maddə deyib, o maddənin hansı dəfə aid olduğunu deyirsən. Bax, bizdə 8-ci sinifin dərsliyində məlumat verilir ki, maddələr haqqında və yaxud elementlər haqqında. Sonra isə 9-cu falan dərsliyində isə həmin maddələrin reaksiyalarını sırasıdır. Bax, burada bizə həmin fənni özümüzün və fənnimizin şundan bilməyimiz lazımdır. Bu da söhbət bir nə kimya fənnindən gedir. Söhbət bir də kimya fənnindən gedir. Və şagirdin də burada ancaq kimya ilə bağlı olan bilikləri araşdırılır. Şagird burada fəndaxili şagird inteqrasiya edir. Niyə? Çünki şagird buna hansı maddəyə aid olduğunu deməlidir. Bu bir sinifdir. Sonra reaksiya, həmin reaksiyanın davranışını izah eləməlidir. Sonra həmin reaksiyanın hansı şəraitdə sürətli, hansında zəif verdiyini deməlidir. Hətta şagird burada qayıdır. Deməli, 8, 7, 8, 9 sınıf əlaqəsi var. Hətta şagird buna qayıdır. Yaxşı ki, özüm kimya müəlliməsiyəm. Yaxşı, mən bu sualı izah edə bilməzdim. Qayıdır o tarazlıq dərsində hansı halda daha sürətli, tarazlığın kimyəvi reaksiya təsiri, hələ uşaq o mövzuya da qayıdır. Aydındır? Mühitin təsiri, orada qayıdır şagird. Ona görə bizdə bu fəndaxili şagird aiddir. Burada 7, ya da 7 az dərsində 8 və 9-cu sinifdə şagird istifadə edir. Cavabımız olacaq fəndaxili şagird. Üçün cavabı olacaqdır D. 4-ə baxağın. Məktəb heyətinin bir hissəsində ağacın yarpağında sayılan müşahidə olunur. Şagird torpaq və su nümunələrini analiz edərək səbəbi araşdırır, nəticəni dəyərləndirir, ağacın sağlam inkişafı üçün tədbirlər planı hazırlayır. Artıq şagird burada bir tədbirlər planı hazırlayıb. Şagird burada ortaya bir şey qoyub. Artıq uşaq burada planı hazırlayıbsa, çünki həyətdədirlər. Deyir, həyətində müşahidə olunur. Şunlar həyətə ki, burada ağac saralıb. Artıq həyət varsa, burada mütləq fənn üstü var. Cavabımız ya C2, ya ikisindən biridir. Həm də ağacdır, saralmadır, biologiya aid termindir. Torpaq, cil, torpaq, su, bunlar nümunə eləyir, analiz eləyir. Cildir, torpaqdır, sudur. Bizim kimyamızda analiz edirsən də sən bunu düzdürmü? Kimyamıza aiddir. Ona görə bizim bu da olacaqdır. Fen arası inteqrasiya. Həm kimya var, həm biologiya var. Hətta qismən baxanda, deməli, burada bizim torpaq nümunəsi var da, coğrafiyaya da aiddir ki, şəkil torpağı analiz eləməlidir artıq. Ona görə 2 fən, 3 fən birdən var. Ona görə fən üstə inteqrasiya da var, bir də fən arası inteqrasiya var. Cavabımız olacaqdır Y bəndi. Ümid edirəm ki, hər kəsə aydındır ki, 3D oldu, 4-də Y oldu. Növbəti. Akademik göstəriciləri. Deyir ki, yüksək olan tapşırıqları maraqla yerinə yetirir. Demək, yox, özür istəyirəm. Deyir ki, akademik sualları tərsməs oxuyuram. Akademik göstəriciləri yüksək olan və tapşırıqları maraqla yerinə yetirə bilən şagird dərs zamanı tez-tez ucadan zarafat eləyir. Sinifdaşlarının diqqətini cəlb eləməyə çalışır. Bu situasiyanın səbəbi nədir? Bax, uşağın balları yüksək, yəni qiyməti yüksəkdir. Amma şagird sanki maraqsız zarafatlar edir ki, qoy. Şagird, yəni uşaqları güldürmək istəyir sanki. Deyir, bu sizdə nədir? Buna səbəb nədir? Yəni uşaq diqqət cəlb eləmək istəyir. Deyir ki,
A bəndində şagird tapşırıqları tez bitirdiyi üçün boş qalıb. Xeyr, tez bitirsə belə başqa şeylərlə məşğul olar, öz-özünə danışar, yanındakilə danışar. Amma bu istəyir ki, hamının diqqətini cəlb eləsin. Sinif yoldaşlarının diqqətini və müsbət reaksiyasını qazanmaq istəyir. Bəli, bu uşaq istəyir ki, sevilsin. Bu uşaq istəyir ki, onu görsünlər. Bax, o da cavab. Sevbəndi, tapşırığın kifayət qədər aydın olmaması yanlışdır. Deybəndi, şagirdin tam anlamaması yanlışdır. Qaydaların şagirdə yəni, aydın olmaması, kifayət qədər olmaması bu da yanlışdır. Sadəcə şagirdin görülməyə ehtiyacı var. Axırıncı sualımızı səhv eləmirəmsə, deyir şagird tıxac səbəbindən hər gün dərsə gecikir. Bu səbəbdən o, yaşadığı şəhərdə nəqliyyat sıxlığının səbəbini araşdırır. Təklif hazırlamağa çalışır. Müəllim inteqrasiyanın, təfəkkürün, taksının yöndəmini tapmalısan. Şagird hər gün dərsə gecikdiyi üçün oturub bir şey hazırlamağa çalışır. Burada şagird təbii ki, indi demir ha, bizə dərsləməlidir. Düşünürsən ki, uşaq evdədir. Uşaq oturub düşünür ki, mən hər gün dərsə gecikirəm. Mən bunu aradan qaldırmaq üçün təklif hazırlamalıyam. Təbii ki, bizim bu fənn üstü inteqrasiyaya aiddir. Çünki burada dərsdə söhbət getmir. Dərsdə söhbət getmir burada. Şagird bunu evdə eləyir. Sağımız olacaq fənn üstü. Ortaya da bir dənə şagird fərqli bir yanaşma qoymalıdır. Heç yerdə olmayan bir şey təklif hazırlayır, düzdürmü? Təbii ki, yaradıcılığa aiddir, yaratmağa aiddir. Bu da olacaq C bəndi. Fənn üstü bir də yaratmaq və yaradıcılıq. C bəndinə aid oldu. Belə tapşırıqların hamısının izahını verdim. Bir də bizə burada 14-cü sual izahı qaranlıq qaldı. 14-cü sualı mən bir də araşdıracağam. Ola bilər ki, Time kitabımızda onun cavabı səhv edib. Çünki sualda uyğunsuzluq var. Tapacağım həmin sualı. Mən sizə bir də xüsusi formatda izahını göndərəcəm. Belə, hələlik.